Paltaryan təmirlə bağlı servisə gəlib, LG markalı paltaryanı sizə göstərirəm. Bax, deyirsiniz sonra ki, ay usta ucuz dedilər, ay ucuz dedilər, ay ucuz dedilər. Baxın, usta işində ucuz anlayışı yoxdur. Yaxşı usta var, pis usta var. İşini bacaran usta var, bacarmayan var. Təmiri eləyə bilən var, eləyə bilməyən var. Keyfiyyətli iş görən var, keyfiyyət ucuz, baha söhbəti eləməyin. Haradasa ucuz iş varsa, bilin ki, orada keyfiyyət yoxdur. Bəlkə nadirən olar ki, yaxşı usta olar, amma ucuz eləyər. O da elə şey yoxdur da. Yəni, heç bir yaxşı usta ucuz iş görmür. Bilir ki, mənim işimin qiyməti budur. Bu videoya da axıra qədər baxın, göstərirəm ki, bizdən qabaq gəlib ucuz iş görən ustanın işini göstərirəm sizə. Baxın, bunları söküb, baxın, görürsünüz. Bax, burada. Bu bura sürtsə əgər, işlədiyi yeri 220 buradan toku alacaq, səni vurub öldürəcək. Bu iş deyil. Yəni, belə ustaya ucuz iş gördürməkdənsə, gördürmə, 5 manat artıq ver, bil ki, artıq yaxşı ustaya gördürəcəksən işini. Keyfiyyətli iş görüləcək. Mən demirəm, ucuz iş görənlər yaxşı görmür. Bəlkə də ucuz iş görən var. Amma bu işə baxanda görürsən ki, bu doğrudan da ucuz işdir də. Yəni, bu usta deyil. Bu eləyən adam, nə bilim, nə deyim də. Bax, buradan bu sürtsə əgər, bax, belə, işləyən moment, bax, sürtsə. 220 promoy buradan çıxır, bax, 220. Buradan bir dənə karotka verəcək, partladacaq və ya korpusa verəcək, adamı öldürəcək. Belə şeylə, baxın, belə yığılmaq olmur. Belə şunura sallaq, necə işlədə bilər bunu? Bax, bura sürtsə bura, partlayacaq da, yəni bu. Paltaryanla bağlı nömrə səhifədə var. Qəşəng, keyfiyyətli, garantiyalı, rahat. Bunlar gəldi, problem yoxdur. Gedim oturum divanda, televizoruma baxım, usta düzəlsin, təhvil. Başın usta durub ona, ay usta bunu niyə belləmədin? Ay usta, ay sən nətər ustasan? Belə usta istəmirsənsə bizim nömrə səhifədə var. Yəni ki, biz sən başımızın üstündə dursan deyin işi görürük. Durmasan da biz öz işimizə cavabdehik. Sənin də işin pul verməkdir. Pulu versən, qıraqda durursan, dinc. 5 manat artıq verirsən, rahat. Bilirsən ki, işi görüb verəcəklər. Paltaryanla bağlı kimin nə sualı var, nömrə səhifədə var, zəng eləyə bilərsiniz. Keyfiyyətli iş bizim səhifədədir. Yəni, keyfiyyətli iş. Mənə zəng eləyib qiymət söhbəti eləmə. Mən də dəli deyiləm. Sənə 5 manat işi 100 manat deyəcək adam deyiləm. Mən də bilirəm ki, bu işin qiyməti budur. Bildiniz nə demək istəyirəm? Bundan artığını da demərəm. Öz işimə qiymət verməməyi də eləyə bilmərəm. Öz işimə qiymət verməliyəm. Özünüzə yaxşı baxın, sağ olun.